İnsanlar var, kasıbın halından anlamaq üçün oruç tutur. Amma axşamlar restoranlarda bahalı menyulara, israf dolu iftar süfrələrinə yüzlərlə manat pul tökürlər. Elə bilirlər ki, gün boyu ac qalmaq onlara axşam dəbdəbə içində yaşamaq üçün mənəvi bir viza verir. Bəziləri var, iş yerində insanların haqqına girir, rüşvət alır, çirkli pullarla ailə saxlayır. Amma marketə girəndə sanki dünyanın ən dürüst adamıymış kimi halal sosiska axtarır. Vicdanındakı o böyük qaranlığı bir etiketin üzərindəki kiçik halal yazısı ilə təmizləyəcəyini düşünür. Küçədə birinin pişik balasına pis davrandığını, onu vurduğunu görəndə dəhşətə gəlir, əsəbləşir. Bunu dərhal çəkib sosial şəbəkələrdə mərhəmət şüarları ilə paylaşır. Amma elə həmin adam bir neçə saat sonra restoranda oturub ofisianta "Mənə körpə quzu ətindən yumşaq bir kabab gətir" deyir. Bir canlının əziyyətinə olan etirazı öz damaq dadına gələndə birdən-birə yoxa çıxır. İş yerində bütün günü kiminsə arxasınca danışan, onun quyusunu qazan birini düşünün. Həmin adam otağa girən kimi üzünə elə səmimi gülür ki, sanki az əvvəl zəhər qusan o olmayıb. Yaxud hansısa şirkətdə audit işləyən biri kassirin xırda bir qəpiklik səhvini görüb akt yazıb "Mən qanunsuzluğun qarşısını alıram" deyə qürrələnir. Amma eyni adam ölkə səviyyəsində milyonları mənimsəyən bir məmur haqqında tənqidi statusu bəyənməyə belə qorxur. Zəifə qarşı aslan kəsilən ədalət hissi güclünün kölgəsini görəndə quzuya dönür. Bütün bunlar bizə bir şey pıçıldayır. İnsan ruhu ziddiyyətlər yuvasıdır. Amma bu sadəcə təsadüfi bir davranış deyil. Bu, elmdə adı olan hər birimizin içində gizlənən təhlükəli bir psixoloji özünü aldatma mexanizmidir. Gördüyümüz bu paradoksal davranışların arxasında duran əsas mexanizm budur. Əxlaqi lisenziya. Bu, beynimizin bizə oynadığı ən hiləgər oyunlardan biridir. Psixoloqlar Anna Merritt və Daniel Effor'un araşdırmalarında təsvir etdiyi kimi, insanlar bir yaxşı əməl etdikdən sonra sanki özlərinə etik səhv etmək icazəsi verirlər. Təsəvvür edin ki, hər birimizin içində görünməz bir əxlaqi bank hesabı var. Səhər bir yoxsula əl tutanda və ya oruç tutub nəfsimizi saxlayanda bu hesaba müsbət hallar yükləyirik. Hesabda rəqəmlər artdıqca özümüzü o qədər yaxşı və müqəddəs hiss edirik ki, beynimiz bizə yaşıl işıq yandırır. Sən artıq kifayət qədər yaxşı adam olduğunu sübut etdin. İndi biraz qaydaları poza bilərsən. Elə bu nöqtədə həmin o təhlükəli lisenziya işə düşür. Oruç tutaraq yoxsulların acılığını anladığını düşünən insan bu yaxşı hərəkətin verdiyi arxayınlıqla axşam ən bahalı restoranda israfçılıq edəndə heç bir daxili narahatlıq keçirmir. Çünki o artıq ədalətli olmaq borcunu gün ərzində ödədiyini düşünür. Bu, həqiqi bir daxili transformasiyadan və empatiyadan çox səthi bir özünü doğrulama mexanizmidir. İnsan özünü mərhəmətli kimi etiketləyir. Amma bu etiket onun real davranışındakı qəddarlığı və ya ziddiyyəti ört-basdır edən bir qalxana çevrilir. Nəticədə etdiyimiz bir yaxşılıq gələcəkdə edəcəyimiz onlarla mənfi hərəkəti üçün mənəvi əfnamə rolunu oynayır. Biz yaxşılığı dünyanı gözəlləşdirmək üçün deyil, daxilimizdəki pis adam obrazını səssizləşdirmək üçün istifadə edirik. Bəs insan necə olur ki, bu qədər ziddiyyətli hərəkət edib hələ də gecə yastığa başını rahat qoya bilir? Burada köməyimizə kognitiv dissonans anlayışı çatır. Bu, insanın eyni anda bir-birinə zidd olan fikrə və ya dəyərə sahib olması nəticəsində yaranan daxili gərginlikdir. Təsəvvür edin, siz həm mən ədalətli adamam deyirsiniz, həm də iş yerində rüşvət alırsınız. Bu iki vəziyyət şüurunuzda toqquşur və böyük bir narahatlıq yaradır. İnsan beyni bu narahatlığı uzun müddət daşıya bilmir. Ona görə də dərhal rasionallaşdırma mexanizmi işə salır. Yəni öz səhvlərinə məntiqli bir don geyindirir. Rüşvət almıram, sadəcə hörmət edirlər. Haqqını tapdalamıram, çünki bu sistemdə başqa cür yaşamaq mümkün deyil. Oruç tutmuşam, indi bu bahalı süfrə mənim haqqımdır. Bu rasionallaşdırma prosesi vasitəsilə biz öz davranışımızı deyil, həmin davranış haqqındakı düşüncəmizi dəyişirik. İnsan özünü günahkar hiss etməmək üçün elə bir daxili hekayə qurur ki, sonunda öz yalanına özü də inanır. Bu, artıq vicdanın səsi deyil, egonun özünü müdafiə senarisidir.
Biz əslində nəyə inanmaq istəyiriksə, bütün faktları ona uyğunlaşdırırıq. Əgər özümüzü yaxşı insan kimi görmək istəyiriksə, etdiyimiz bütün pislikləri məcburi və ya əhəmiyyətsiz kimi qələmə veririk. Beləliklə, dəyərlərimiz qranit kimi möhkəm yox, rezin kimi elastik olmağa başlayır. Hara çəksək, orada uzanır. İnsan dəyərləri təəssüf ki, hər zaman qaya kimi möhkəm olmur. Çox vaxt onlar rezin kimi elastikdir, vəziyyətə, mühitə və qarşımızdakı adamın gücünə görə formasını dəyişir. Bunun ən bariz nümunəsi zəifə qarşı aslan kəsilib, güclünün qarşısında quzuya dönən insan tipajıdır. Psixologiyada buna konformizm və ya sosial iyerarxiya qorxusu deyilir. Bir audit işçisi düşünün. O, kassirin bir neçə manatlıq səhvini tapanda özünü qanunun sarsılmaz keşiyçisi kimi hiss edir. Səsini ucaldır, töhmət verir, haqq ədalət dərsi keçir. Çünki kassir ondan zəifdir, ona cavab qaytara bilməz. Amma eyni adam ölkənin sərvətini talayan, milyonlarla insanın haqqına girən yüksək rütbəli bir məmur haqqında tənqidi bir fikri nəinki dilinə gətirmək, hətta sosial şəbəkədə bəyənməyə belə cəsarət etmir. Burada ədalət prinsipi birdən-birə yox olur, yerini özünü qoruma instinktinə verir. Bu, dəyərlərin deyil, qorxunun idarə etdiyi bir xarakterdir. Belə insanlar üçün əxlaq yalnız zəifləri döymək üçün istifadə olunan bir çomaqdır. Güclü gələndə isə həmin çomaq gizlədilir. Məşhur Milgram təcrübəsi göstərmişdi ki, insanlar avtoritetdən gələn əmrləri yerinə yetirərkən öz şəxsi əxlaqi dəyərlərini asanlıqla kənara qoya bilirlər. Bizim cəmiyyətdəki bu ikili yanaşma da məhz bunun nəticəsidir. İnsan öz xarakterini degradasiyaya uğradır. Zəifi əzməklə daxilindəki güclü adam acılığını doyurur. Güclüyə boyun əyməklə isə rahatlığını təmin edir. Amma bu prosesdə ən böyük itki baş verir. Şəxsiyyət itkisi. İkili standartla yaşayan insanın artıq bir siması yoxdur. Sadəcə vəziyyətə uyğun taxdığı maskaları var. Bəs niyə biz bu qədər aşkar ziddiyyətləri özümüzdə görmürük? Cavab sadədir. Beynimiz həqiqəti axtarmır. O, sadəcə haqlı olduğunu sübut etmək istəyir. Psixologiyada buna təsdiqləmək qərəzi deyilir. İnsan bir dəfə özünü yaxşı, dindar və ya ədalətli biri olduğuna inandırdısa, beyni yalnız bu inancı dəstəkləyən məlumatları qəbul edir. Məsələn, rüşvət alan bir məmur özünü yaxşı ata kimi tanıyırsa, övladına aldığı bahalı oyuncağı onun yaxşılığının sübutu kimi görür. Amma həmin pulun kiminsə haqqı olması faktını beyni avtomatik bloklayır. Biz faktları dəyərlərimizə uyğunlaşdırmırıq, dəyərlərimizi mənfəətimizə görə formalaşdırırıq. Bununla bağlı məşhur bir elmi təcrübəni xatırlayaq. Festingerin şuurlu dissonans təcrübəsi. Təsəvvür edin, sizi bir otağa dəvət edirlər və qarşınıza olduqca darıxdırıcı, mənasız bir iş qoyurlar. Məsələn, saatlarla bir qutunun içindəki taxta parçalarını sağa-sola fırlatmalısınız. İş bitəndə bezgin və yorğun halda otaqdan çıxmaq istəyərkən təcrübə rəhbəri sizə bir təklif edir. Çöldə yeni bir iştirakçı gözləyir. Ona bu işin çox maraqlı və əyləncəli olduğunu de. Yəni biraz yalan danış. İştirakçıları iki qrupa bölürlər. Birinci qrupa bu yalan üçün $20 verilir. İkinci qrupa isə cəmi $1. İndi isə nəticəyə baxın. $20 alanlar otaqdan çıxanda birbaşa iş çox darıxdırıcı idi, amma puluna görə yalan danışdım deyirdilər. Onların daxili dünyasında ziddiyyət yoxdur. Onlar bu yalanı çox rahat danışdılar. Çünki yalanlarını pulla rasionallaşdırmışdılar. Amma cəmi $1 alanların beyni böyük bir çıxmaza düşür. Beyin düşünür, axı mən dürüst adamam, cəmi $1 kimi gülünc bir məbləğə görə niyə yalan danışım? Bax, bu gərginlikdən xilas olmaq üçün beyin reallığı dəyişir. İştirakçı öz yalanına özü inanmağa başlayır. Əslində o qədər də darıxdırıcı deyildi, hətta biraz da maraqlı tərəfləri var idi. Yəni insan $1 görə yalancı olmağı özünə sığışdıra bilmədiyi üçün beyni o hərəkəti yaxşı hərəkət kimi qələmə verir. Eynilə bizim rüşvət alıb halal sosiska axtaran, yaxud zəifi əzib özünü ədalətli sayan qəhrəmanlarımız kimi. Onlar da özlərini pis adam kimi görməməyi üçün etdikləri hər səhvə bir yaxşılıq donu geyindirirlər. Beynimiz həqiqəti tapmaq üçün deyil, bizi haqlı çıxarmaq üçün işləyir. Əgər bir məmurun oğurluğuna susuruqsa, beynimiz dərhal bəhanə tapır. Mən kiçik adamam,
mənim səsim nəyi dəyişəcək? Beləliklə, daxili ədalət hissimiz yox olmur, sadəcə uyğunlaşdırılır. Amma bu uyğunlaşma bir gün bizi güzgüdə tanıya bilməyəcəyimiz birinə çevirir. İnsanın ən böyük sərvəti nə bank hesabındakı rəqəmlər, nə də cəmiyyətdəki titullardır. İnsanın yeganə həqiqi mülkü onun xarakteridir. Amma bu ikili standartlar zəifə qarşı ədalətli, güclüyə qarşı qorxaq olmaq, halal sosiska axtarıb haram pulla yaşamaq xarakteri içəridən çürüdür. Biz buna psixologiyada xarakterin degradasiyası deyirik. Hər dəfə bir haqsızlığa göz yumanda, hər dəfə özümüzə məcburam deyib yalan danışanda şəxsiyyətimizdən bir parça qopub gedir. Bir müddət sonra insan artıq öz dəyərlərinin sahibi yox, mühitin köləsinə çevrilir. Əgər bir insan eyni hərəkətə görə zəifi söyüb, pulu və vəzifəsi olana səsini çıxara bilmirsə, ortada artıq şəxsiyyətdən danışmaq mümkün deyil. Orada yalnız bir maska var, bir qabıq var. İkili yanaşma insanın daxili hörmətini məhv edir. Bəlkə kənardan hər şey qaydasında görünə bilər, bəlkə hamı sizin yaxşı adam olduğunuzu düşünə bilər. Amma gecə tək qalanda o daxili aynada gördüyünüz obraz artıq siz deyilsiniz. Bu xarakterin bir parçalanmasıdır. Şəxsiyyətin bütövlüyü odur ki, insan heç kim görməyəndə də, qorxanda da, mənfəəti olanda da eyni dəyərləri müdafiə etsin. Əks halda biz sadəcə şəraitə uyğun rəng dəyişdirən bu qələmamlara çevrilirik. Və ən acınacaqlısı odur ki, bu rəng dəyişmələri zamanla insanın öz əsl rəngini unutmasına səbəb olur. Hörmət və ləyaqət qazanılan yox, qorunan bir şeydir. Onu bir dəfə güclünün ayaqları altına attınızsa, bir daha heç bir halal etiketlə, heç bir bahalı iftarla geri qaytara bilməzsiniz. Yaxşı, bəs çıxış yolu nədir? Bu ziddiyyətlər burulğanından necə xilas olmaq olar? Hər şeydən əvvəl insan özünün qırmızı xəttlərini müəyyən etməlidir. Amma bu xəttlər başqalarına dərs keçmək üçün deyil, öz hərəkətlərimizi ölçmək üçün olmalıdır. Hər birimiz hər gün özümüzdən soruşmalıyıq. Mən hazırda bu hərəkəti nə üçün edirəm? Bu addımımın arxasında hansı dəyər dayanır? Həqiqi bir inanc, yoxsa sadəcə vicdanımı sakitləşdirmək üçün uydurduğum bir bəhanə? İnsan daxili bütövlüyünü bərpa etmək istəyirsə, ya danışdıqlarını etməli, ya da edə bilmədikləri haqqında danışmamalıdır. Qorxudan və ya mənfəətdən doğan ikili yanaşma bir insanın özünə verə biləcəyi ən böyük cəzadır. Çünki şəxsiyyəti qoruyan şey vəzifə və ya pul deyil, hər şəraitdə dəyişməyən o sarsılmaz prinsiplərdir. Unutmayın ki, ədalət sadəcə kassirin səhvini tutmaq deyil, həm də haqsızlığın qarşısında o haqsızlıq kimdən gəlirsə gəlsin, dik dura bilməkdir. Əks halda etdiyimiz yaxşılıqlar sadəcə bir teatr tamaşasından, tutduğumuz oruclar isə mənəviyyatdan uzaq bir aclıq aksiyasından ibarət qalacaq. Xarakterin degradasiyasına dur deməyin vaxtıdır. Özümüzü aldatmağı buraxaq. Çünki həqiqi hörmət başqalarının bizə baxışında deyil, bizim güzgüdəki əksimizə utanmadan baxa bilməyimizdədir. Ya olduğunuz kimi görünün, ya da göründüyünüz kimi olmağa cəsarət edin. Çünki bu həyatda ən çətin və ən şərəfli döyüş insanın öz ziddiyyətlərinə qarşı apardığı döyüşdür. Videonu sona qədər izlədiyiniz üçün təşəkkürlər.